Salam, hər vaxtınız xeyir olsun. Mən İnnovativ Təhsil Mərkəzinin kimya müəllimi Səidə müəlliməm. İnnovativ Təhsil Mərkəzində artıq blok imtahanları yaxınlaşdığı üçün qəbul suallarına başlayırıq. Qəbul suallarında bugünkü videomuz 2011-ci 4-cü qrup qəbul haqqında olacaq. 2011-ci 4-cü qrup qəbuldan bir sual izahına baxacağıq. Baxırıq 68-ci sual izahına. 32 qram kükürt neçə litr florla reaksiya daxil olur? Birinci olaraq reaksiyanı yazmalıyıq. Kalsiyum üstəgəl flor. Yəni kalsiyumun florla reaksiyası, daha doğrusu kükürdün florla reaksiyasını istəyir. Kükürt plus flor. Kükürdün florla reaksiyasından S flor 6 əmələ gəlir. Əmsallaşdırdığımız zaman florun qarşısını 3 atırıq. Bu zaman deməli kükürdün 32 qramda neçə litr florla reaksiya daxil olur? Gördüyünüz kimi 3 mol. 3 mol neçə litrdir? 67,2 litr.